Axşamınız xeyir olsun, dəyərli tamaşaçılar, efirdə biznes xəbərləridir. Qalxana bənzər vəzin xəstəlikləri, başqa sözlə zob Azərbaycanda insanlar arasında ən çox rast gəlinən xəstəliklərdəndir. Ümumi və endokrin cərrah professor Mete Dürən də bu xəstəliklərin müalicə və əməliyyatlarını uğurla həyata keçirir. Tiroid bezinin xəstəliklərinə demək olar ki, insanların yarısında rast gəlinir. Söhbət zob düyünlərindən gedir. Amma bu xəstəliklərin müalicəsi və nə dərəcədə ziyanlı olması düyünün xoşxassəli və ya bədxassəli olmasından asılıdır. Belə zob düyünlərinin 80% böyüməsə, təhlükəsiz hesab olunur və onlara müdaxilə edilmir. Daha küçük bir bölümü ise iyi veya kötü olduğu anlaşılamayan, iyi veya kötü huylu tümörlerden ibarettir ki bunların üzerine gidilerek ne olduklarının anlaşılması gerekir. Yine daha küçük bir oran, %5'lik bir oran ise baştan kanser olarak başlar, en küçük boyundan kanser olarak başlar ve giderek büyür ve kendisini bir tiroid kanseri olarak belli eder. Cərrah bu qədər geniş yayılmış tiroid xəstəliyi arasında təhlükəli ola biləcək həmin bədxassəli düyünləri aşkarlayır və əməliyyatla insanları bu problemdən xilas edir. Üstəlik, boynundan əməliyyat olunmaq istəməyənlər üçün robotik cərrahiyyə də tətbiq oluna bilər. Bu üsulla şəxsin qol altından kəsiyi açılır və zoba müdaxilə edilir. Robotik cerrahi ile, yani cerrahın dışarıda oturduğu, uzaktan kumandayla robota hükmettiği, robotun kollarıyla koltuk altından yapılan bir kesiyle burada oluşturulan bir tünelin içerisinden robotun kollarının içeriye itilerek bu bölgenin bu şekilde ameliyat edilmesi mümkün haline geldi. Dəyərli tamaşaçılar, biznes xəbərlərini diqqətinizə çatdırdıq. Görüşmək ümidi ilə salamat qalın.